İnanın mənim gəl. Bugünkü çəkilişimizin davamı olaraq kəndimizin abirçəklərindən biri olan çox dəyərli bizim Ağcanova Qaytan xanım. İndicə gələcək. Gəlir Əzxan gəl pişirir. Qaytan xalanın bugün qonaq oldu. Qaytan xalanın Allah ömür versin artıq 85 yaş tamam olmuşdur. Və bu yaşında şükür Allah'a gümrahdır. Özü kəngəlini pişirir, gəlinə hərdən kömək edir, tapşırıqlarını verir və inşallah arzumuz da odur ki, hədəfimizə çataq, bizə bir göyçü gəzmək də qismət olsun, gedib Allah qoysa oranı da gəzər. İndi Qaytan xala, özünüz bir ürəyinizdən keçən xatirələrdən, Allah İmran əmmə rəhmət eləsin, İmran əmlə sonra necə bu günləri yaşsan, uşaqlardan razısanmı, göyçü ilə bağlı nə deyə bilərsin, kətdə fikrində qalan, eviniz yadına düşürmü? Kəndin bulağından, suyundan yadına düşən bir şey var mı? Ben ağrır, yadıma niye düşmür? Danış. Yadıma düşür. Evimiz de yadıma düşür, her yer yadıma düşür. Ne diyeyim? Geldik buraya çıktık. Qaytan xala kövrəlir, kənd həyatı yadına düşdükcə, yəni bütün hamı kənd həyatı, keçmiş qonşular, adət-ənənəmiz yada düşdükcə hamı kövrəlir. O heç öz yerində Allah bütün cəmaatımızı şen eləsin, Göyçə cəmaatını, Göyçə mahalını şen eləsin. İnşallah prezidentimizin səy nəticəsində ümidlə gözləyirik ki, təzədən Göyçəyə qayıdacaq. O yerləri ziyarət edəcək, dədə-babalarımızın qəbrini ziyarət edəcək, ənənəmizi yaşadacaq. Çox ümidlə yaşayırıq. Allah bu təşkilatı da, bu cəmiyyəti təşkil edənlərin canını sağ eləsin. Bütün kollektivimizi, başta Quliyev olmaqla hamımızı uzun ömür, can sağlığı arzuluyuram. Amin, amin. Kəndimizə birlik, mehribanlıq arzuluyuram inşallah. İndiyə qədər də Allahın köməyi ilə xeyrimiz, şərimiz hamısı bir olub, seçilib yenə cəmaat içində kəndimizin mehribançılığı. Babacanım Mikail Əliyev Arzu edirəm ki, bu mehribançılığımız davam eləsin. Qaydağın öz yerimizdə, yurdumuzda, Ulu Göyçəmizi ziyarət edəyik. Orada hamıza göz aydın verəyik. İnşallah devlətimizin, hökumətimizin səy nəticəsində, prezidentimizin uzaq görməsi nəticəsində çox ümidimiz var ki, Ulu Göyçəmizə qaydağın inşallah. Həqiqətən də bugünkü bu günümüz uğurlu oldu. Bizim bir neçə ağsaqqallarımız, ağbirçəklərimiz ziyarət elədik. Hər birinin fikrindən xoş fikirlər çıxdı. Ağcanov çox gözəl ifadələrlə o sözləri yada saldı. Mən istərdim Usta Dəmir də bir öz fikirlərini cəmləşdirər. Həqiqətən indi belə götürəndə Dəmir bizdən bir 10 yaş böyükdür və kəndlə bağlı onun daha çox fikirləri var. Və mən də əminəm ki, bugünkü devlətimizin apardığı bu uğurlu siyasət davamlı olaraq biz Göyçəmizi ziyarətə yaxın günlərdə gedəcəyik. Amma daimi əbədi yaşamaq üçün də qısa bir zaman lazımdır. Bunu biz əminliklə deyirik, ölkə rəhbərinin bugünkü tutduğu yol budur. Amma mən elə istərdim ki, Ağcanov bizə bir neçə kəlmədə kəndimizin o toponimlərindən, dağlarından, bulaqlarından, kəndimizin yadında qaldığı, qədimdə qalan, yadında qalan nə varsa onlarla bağlı bir balaca fikirlərini daha geniş desin, hamısı bizdə qalsın, gələcəkdə biz kəndimizin tarixinlə bağlı danışanda o fikirlərdən istifadə edək. Bir imkan varsa Ağcanov, biraz da çox xahiş edirəm, çox sağ olun, çox gəlmişsiniz, sağ olun, həm də bu fikirləri bizdən bölüşdüyünüzə görə sizə minnətdaram. Yadınızda qalan, kəndimizin ən qədim tarixlərini, məsələn, Allah biz rəhmət eləsin Məhəmməd əmmə. Köməyində dursun yenə, başdaşçı olmaqla çox gözəl bir təbəssümdür. Göyçənin xatirəsi deyəndə deyir əzliyəm Göyçə mənə, yol gedər Göyçə mənə. Ələskəri səslədim, cavab verdi Göyçə mənə. Yəni
Göyçənin hər daşını qaldırsan oradan bir şair, oradan bir hikmət, oradan bir söz çıxır. Göyçənin özünə məxsus, necə deyim, gülməcələri, onun lətifələri çox idi. Orada mehribançılıq, insan qonşu ilə qonşunun mehribançılığı, onların bir-birindən zarafatı, deyib gülmələri həddən artıq idi. Havası idi, o bulaqların başında keçirdiyimiz o bayram ərəfələrində saz-suz, qara zurnanın oynamağı, uşaqların rəqsi, bunun hamısı Göyçənin özünə məxsus adət-ənənələri idi. Bayramlarda, çərşənbələrdə sulaşmalar, qapı pusmaları, baxırdın ki, yelləçək qrup qızlar, oğlanlar yellənirlər, tonqal başında qoplanmaqları, Yaxşı da yerdə idi eviniz. Baza pusmaları da var idi mi? oymaları, nə bilim. Baza pusmaları da var idi mi? Hə, də deyim, Dinşəmələr. baza pusmaları. Bu bazaları nəyə görə pusurdular? Nə deyib pusurdular? Onu adət-ənənədir ki, cavan qızlar, oğlanlar deyirdi, gedək məsəl üçün Eyrulan müəllimin ağzını dinşəyək, görək. Hələ nə danışır, ilk sözü yaxşı danışsa inşallah bu il bəxtimiz açılıb, ərəm gedəcək, məktəbəmi qəbul olacaq. Yəni o bir fal kimi çərşənbələrdə o ağızdan çıxan deyirdi, faldır. Yaşlılar da bizə həmişə deyərdilər ki, oğul çalışın, yaxşı danışın, belə... Bu əziz gündə yaxşı danışın, birdən sizi dinşəyən olar. Yaxşı danışın, hikmətli sözlər danışın, qapımızı tutan olar. Amma bir Yəni o bir inanc yeri idi ki, cəmaatda çərşənbələrdə, əsas da ilin son çərşənbəsində bu bir inam idi bizə ki, deyilən Sulanın ağzını tuturuq görək, bunun danışdığı fal kimi yaxşı kəlmələr olsa bu il işimiz yaxşı olacaq inşallah. Yəni nəzərdə tutduğumuz fikirlərimiz qəbul olacaq. Ona aid bir fəlsəfəniz, bir inamınız var mı? Ona aid bir sübut var mı ki, filan kəsin ağzını dinşədi, bu reallığa çevrildi. Var, o olur. Süleyman ağzını dinşəyənlərin hamısı erəcə etmişdi. Hə. O inam yeri, inanç yeri olur ki, aylar deyirəm, illərlə, nəsillərlə sınanmış, dədədən babaya, babadan nəviyə keçmiş bir xatirə qalmışdı. Yəni bu, onu hamı davam edirdi. Bayram günləri qonşu-qonşuya, məsəl üçün kirvə-kirviyə, qohum-qohuma, hamı yumurta bəziyib aparardı, paylı pişli gedərdi bayramını təbrik eləməyə. Yəni çox böyük mehribançılıq var idi. İndi bu adət-ənənələrimiz yavaş-yavaş bu yenidən qurmaqdandır, əşyarlıqdandır, baxırsan ki, yavaş-yavaş sürüşür. Xıdrellər zatda olurdu mu? Xıdrellər. Hə, xıdrellər qorğa qovurmaq, qovu düyütmək, çilə çıxartmaq. Fevral ayının 12-si 13-ü. Yaxınlaşıb. 4 gündən Dörd sonra çərşənbəmiz olardı. 4 gündən sonra xıdrellər. Çərşənbənin özünün gözəl adət-ənənələri var idi. Sulaşması var idi, yeli var idi. Elə idi. İnşallah yenə davam edəcəyik. O günlər gələcək, su axan arxdan bir də axar. İnşallah. Çox sağ olun. Allah razı olsun. Az deyimləri Allah şen eləsin. Gəldiyimiz qonaq oldu.